Gedir, ev yasara gedir. Ev yəsi çıxır gedir Lerişə. Lerişə gedir. Gedir Lerişə Alverə, limon Alverə, mandalin. Qardaş evi satır, maya eləyir, gedir limon alverə, şəxsi tikilir. Masazır qəsəbəsində, hörmətli izləyicilər, hə? Otaq, geniş otaq. Otaqlar dəhşətdir də, baba, zırıltıdır da qardaş. 12-nin nə bilim neçəyədir ev? Ev 12-nin neçəyədir də bilim, hamamsanız ölcür nə boydadır. Geniş bir hamam otaq. Sənət kupçadır, bura masazırdır. 6 nömrəli məktəbin tam yaxınlığı. Bəh, 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 qoşa kubik. Ayağımızın altı monolit betondur. Bura qonaq otağıdır. Pəncərədə raşotkaları, qoşa kubik, qazı suyu işığı, kombi, indi mətbəxə baxın. Dəyərli izləyicilər, mətbəxə baxın. Bu boyda mətbəx yoxdur satışda belə bir ev. Suyu, kanalizasiyası, elektrik qovşaqları, aspiratorun xətti, qaz xətti, kombi xəttləri, qoşa kubik, pəncərədə raşotkalar, kəməri, fundamenti və padvalla arası monolit betondur. Elektrik işinə başa çıxanlar baxsınlar, görsünlər. Kürsülü evdir. İndi sizə həm obyektdə yararlıdır, göstərəcəm hamısını. Deməli, sənət paket kupçadır. Bax, kombi bizi burada quraşdıracaqsınız. Sənət paket kupçadır. Sayğaclar qaydasında. Ev şəxsi tikili evdir, şəxsi tikili. Bir nəfər qardaş alıb buranı, təmir edib, satıb, gedir Lerikə. Lerikə, salam eləyiş. Qaz, işıq, sayğaclar hamısı qaydasındadır. Burada, Emin, danış nə qardaşım? Kanalizasiya necədir burada? Mərkəzi kanalizasiyası. Baba, bir tərəfi, iki tərəfi, üç. Evin üç tərəfi yola düşür. Açıqdadır. Bu evdir. 12-nin onay ölçülərindədir. Nə bilim, neçə ölçülərindədir. Dəhşət evdir. Masazırda, baba, məktəb oradadır. Sol tərəfdə Araz market. Yəni ki, ideal yerdə yerləşir. Nəmişlik qəti yoxdur. İstəyirsiniz avtomobil salın. İstəyirsiniz obyekt, yeyib içməyə də verə bilərsiniz burada. Bura bax, monolitə bax, rigerlərə bax. Bax belə. Kanalizasiyası falan hamısı çəkilib. Qiymət? Qiyməti 99 min manat. 105 mindən düşüb. 105 mindən 99 6 min endirib. Satır hara gedir? Lerişə gedir Alverə. Nə alverinə? Limon, mandalin. Neynəsinə? Limonu mandalinlə calaq vuracaq. Heç nə. Sağ ol qardaşım. Sağ ol.